Salam, hörmətli izləyicilərimiz. Biz bu günləri yenə də Azərbaycanın ən gözəl rayonlarından biri olan Tovuz rayonunun Əlibəyli kəndində Valih müəllimin evində qonağıq. Müəllim, adınız, soyadınız? Rıcayev Valih Qaraoğlu. Nə vaxt və hardan olmusunuz? 22 aprel 1952-ci ildə bu gün qonağımız olduğu Tovuz rayonunun Əlibəyli kəndində anadan olmuşam. Nə vaxt orta məktəbə getmisiniz, nə vaxt ali məktəbə qəbul olmusunuz? 1959-cu ildə Əlibəyli kənd orta məktəbinin 1-ci sinifinə getmişəm. 1969-cu ildə Əlibəyli kənd orta məktəbini qurtarmışam. 1970-ci ildə hal-hazırdakı Nəsrəddin Tusi adına Pedaqoji Universitetin Kimya fakültəsinə daxil olmuşam. 75-ci ildə həmin institutu qurtarmışam. 75-dən kimya müəllimi kimi 1987-ci ilə qədər Əlibəyli kənd orta məktəbində tədris işləri üzrə direktor müavini və kimya müəllimi işləmişəm. 12 il. Bu 12 il müddətində sizin pedaqoji təhsilinizlə bağlı hansı nailiyyətləriniz olubdur? Onu deyə bilərəm ki, mən orta məktəbdə işlədiyim müddətdə şagirdlərimin çoxsu mənim ixtisasım olan kimya, biologiya ixtisasına yiyələnərək Respublikamızın ayrı-ayrı ali məktəblərini qurtarmış və mənimlə bir yerdə çiyin-çiyinə işləmiş. Şagirdlərim Respublika olimpiyadalarında həmişə yüksək fərqləndirici yerlər tutmuşdur. Sizin fəaliyyətiniz dövründə dövlət tərəfindən hər hansı fəxri adlar, təltifnamələr, sertifikatlar verilibdir? Yox, elə bir rəsmi sənəd kimi yox, ancaq Tovuz rayon təhsil sistemində yəni fərqlənən müəllimlərdən biri olmuşam. Şagirdlərim də ali məktəbləri, bir neçə şagirdlərim müxtəlif ali məktəblərdə müvəffəqiyyətlə oxuyub qurtarıb. Mənimlə də işləyib, hal-hazırda fəaliyyət göstərənlər də var, işləyirlər. Mən də təqaüddəyəm. Siz həm də müəllim pedaqoji təhsilindən əlavə bildiyimizə görə rayon icra nümayəndəliyində işləmisiniz. Nə vaxt və neçənci illərdə fəaliyyət göstərmisiniz o sahə üzrə? Mən orta məktəbdə müəllim işlədiyim müddətdə 1987-ci ilin deməli iyun ayının 30-unda rayon Xalq Deputatları Sovetinə onda seçkilər keçirilirdi. Həmin rayon Xalq Deputatları Sovetinin deputatı kimi fəaliyyət göstərdiyim müddətdə Əlibəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndə vəzifəsinə seçilmişəm 1987-ci il iyun ayının 30-unda. Neçənci ilə qədər? Fəaliyyət göstərmişəm 2017-ci il may ayının 1-nə qədər 30 il. Bax bu sərhəd kəndi olan Əlibəyli kəndində Tovuz rayon icra hakimiyyəti başçısının Əlibəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsini icra etmişəm. Həyat yoldaşınız haqqında məlumat verə bilərsiniz? Verə bilərəm. Deməli, qoy özümün haqqında qutarım. Həmin işlədiyim dövrdə bir neçə çağırış rayon Xalq Deputatları Sovetinin deputatı olmuşam. Nə gözəl. Şagirdlərim də həmişə, deməli, yoldaşım da mənimlə orta məktəbi bir qurtarıb. Adı, soyadı yoldaş? Nağıyeva Xətaya Şəmi qızı. Əlibəyli kənd uşaq bağçasında tərbiyəçi və müdürə vəzifəsində çalışıb. Təqaüddədir. Neçə övladınız var? 3 evladım var, 7 nəvəmiz var. Övladlarınızdan hansısa sizin o fəaliyyətinizi davam elətdirir, yoxsa yox? Övladlarımdan demək olar ki, qızım, böyüyüm qızdır, qızım pedaqoji fəaliyyətlə məşğul olur. Tovuzda deməli peşə təhsil liseyində müəllimə işləyir. Oğlum da Daxillər orqanla əməkdaşıdır. Deyərəm Rızayeva Pərvanə Valih qızı. Bəli. Oğlum Rızayeva Zahar Valih oğlu. O biri qızım da kiçik də dünyasını dəyişib. 82-ci ildə. Neçə nəvəniz var? 7 nəvəmiz var. Mən Vüsal Kəlbəcəri 18 kitab müəllifi, Qızıl Qələm mükafatçısı. Bu günlərim illər əvvəl belə bir el məsəl var. Deyir, hər şeyin təzəsi, dostun köhnəsi. 2006, 2007, 2013-cü ilə qədər bir-iki dəfə Tovuz rayonunun ən qəhrəman kəndlərindən biri olan Əlibəyli kəndində olmuşam. Əlibəyli kəndində olanda məni bir ziyalı insan qarşıladı. O ziyalı insan da
Adı Valih müəllimdir. Və Valih müəllimi illər keçibdir, üstündən bir 18 il, 15 il, 20 ilə yaxın keçibdir. Gəldim tapdım, yenidən onun haqqında gözəl çəkiliş eləmək istədim ki, sizlər də görəsiniz. Bəli, o insan hər kəs tanıyır. O öndərimizlə 2 dəfə görüşmüş insandır. Rayonda, kətdə və bu bölgədə ən tanınmış şəxsiyyətlərdən biridir. İstəyirəm ki, sizlər də tanıyasınız. Mənim adınız, soyadınız? Rzayev Valih Qaraoğlu. Çox gözəl. Neçə il ümumiyyətlə dövlətə qulluq eləmisiniz, xidmət eləmisiniz? Mən deməli orta məktəb qutarandan sonra getmişəm Pedaqoji Universiteti qurtarmışam. 75-ci ildə gəlmişəm bax bu Əlbəyli kəndinə. 87-ci ilə qədər Əlbəyli kənd orta məktəbində kimya müəllimi və tədris işlər üzrə direktor müavini işləmişəm. 87-ci ildən 2017-ci il may ayının 1-nə qədər 30 il Tovuz rayon icra hakimiyyəti başçısının gördüyüm bax Əlbəyli kənd inzibati ərazilər üzrə nümayəndəsi vəzifəsini icra etmişəm. Çox gözəl. Əlbəyli kənd böyük kənddir. Bir neçə kəndə əhatə edir. Hansı kəndləri əhatə edir? Buraydı Mürkülü, Əlbəyli, Hacallı buradaydı. 92-ci ildə Nazirlər Kabinetinin qərarına Hacallı inzibati ərazilər arasından bölündü, kənarlaşdı. 7000-ə yaxın iki kəndin yerdə əhalisi var. Hal-hazırda bax buranın 5000-ə yaxın Əlbəyli kəndinin əhalisi var. Bəli, müəllim, işlədiyiniz müddətdə ulu öndərimizlə biz bilirik ki, neçə dəfə görüşmüsünüz. Mən əmək fəaliyyətim dövründə rəhmətli ulu öndərimizlə 2 dəfə görüşmə qismətim olub. Birincisi olub 1993-cü il dekabr ayının 24-də. İkinci dəfə də görüşüm olub 1996-cı il deməli dekabr ayının 7-sində iqamətgahında Milli Qəhrəman ailələri ilə görüşmə qismətim olub, orada çıxış eləmə qismətim olub. Çox gözəl. Və biz bildiyimizə görə sizin qardaşınız da milli qəhrəmandır. Adı soyadı? Bəli, biz ailədə 3 qardaş, 3 bacı olmuşuq. Kiçiyimiz Rzayev Qasım Qaraoğlu olub. Babamızın adını qoymuşuq. 1970-ci ildə may ayının 5-də bax bu gördüyünüz Əlbəyli kəndində anadan olmuşdur. Hərbi xidmətə gedib gəlmişdi, qulluğunu Rusiyada, Ukraynada qulluq eləmişdi. 1992-ci il may ayının 14-də o şəhid olmuşdur. Allah cəmi şəhidlərimizin hamısına rəhmət eləsin. O ölümündən sonra Azərbaycanın milli qəhrəman adına layih görülmüşdür. Sağ olsun ulu öndərimiz də, cənab prezidentimiz də həqiqətən də Qasım familiyası necədir? Rzayev Qasım. Rzayev Qasım bəli milli qəhrəman adı verilibdir. Bütün insanlar, bütün Tovuz rayon tərəfindən sevilir. Bütün Azərbaycanda yəni 220-yə yaxın milli qəhrəmandır. 11 də bu kətdəndir, şəxsən bu kətdəndir və müəllim biz bilirik həm də siz gözəl atasınız, gözəl valideynsiniz. Neçə övladınız var müəllim? Sırada 73 yaşımın içərisindəyəm. 3 evladım var, 7 nəvəm olub. Nəticə varmı? İnşallah gözləyirik. İnşallah. Bir də zaman qalmalı səhvkar bizim anamızdır. Anamızın adı nədir? Nağıyeva Xətayan. Xətai xanım, çox gözəl. Siz öz hansı sahədə çalışmısınız? Mən bağça müəlliməliyini qurtarmışam. Çox gözəl. İşləmirsiniz bağça müəllimə? Hə, müdir işləmişəm. İlk dəfə gələndə 3-4 il müdir işlədim. Sonra tərbiyəçi işləmişəm. İndi pensioner. Çox gözəl. Və inşallah biz onda müəllim haqqında gələn çəkiliş eləyərik. Bugün Valih müəllim sizlərə təqdim edir. Valih müəllim kətdə həm gözəl ağsaqqal, gözəl ata, gözəl babadır, gözəl ziyallıdır və müəllimə bu gündən biz 2025-ci il 3 sentyabr tarixidir. Müəllimə biz uzun ömür, can sağlığı arzu edirik. Bəli, elə gör qismətə bax ki, bugün müəllimlər günüdür və o cümlədən də bizim arzumuzdur ki, müəllimin 75, 80, 90, 100 yaşında bizim əməkdaşlar gəlib gözəl çəkiliş eləsinlər. Biz 20 il əvvəlində olmuşam. 80 illiyini gəlib çəkəsin. Biz 20 il sonra da inşallah 10 il sonra da gəlsin müəllim yanımda saxlayasın. Xoş gəldin. Çox xoş gəldin. İnşallah. Sağ olun. Ən gözəl gündə